hədəfimiz varmı? Bu gün gedək, oturaq fikirləşək. Mən məqsədim nədir? Bax, birinci kursda oxuyuram, ikinci kursda. Mən məqsədim nədir? Yoxsa elə-belə yaşayıram, belə məqsədsiz də belə. Necə gəldi, həyatı yo. Mən hara çatmaq istəyirəm? Məqsədim nədir? Bir dənə məqsəd təyin elədim özümə. İntellektual tərbiyə budur. Gəldim sinifə, müəllimin diqqət edin, keçdiyi dərs mənim o məqsədimə uyğundur bu material, yoxsa yox? Uyğun deyil. Deyilsə, özünü aldatma. Get, internetdən, YouTube'dan, oradan, buradan, hardansa. Tap, oxu. Aydındır? Müəllim bir semestr dərs keçdi, zəif idi. Diqqət eləyin. Neynimi? Müəllim zəif idi də, əzizim, qutardı bu söhbətlər. Müəllim zəif idi, sən başa düşdün, zəifdir müəllim. Başa düşdün. Durub dava eləmə, müəllimə də hörmətsizlik eləmə. Get, zəhmət çək. İnternetdən tap, oxu özün. İntellektual tərbiyə budur, bax. Özün oxu. Müəllim, neyniyim ya, müəllim belə dedi də, aydat. Vay. Çox zəif adam. Mən adam tanıyıram, 40 yaşı var. Həyatını bu günə qədər o cür yaşayıb. Birini də tanıyıram, 58 yaşı var. Həyatını indiyə qədər o cür yaşayır və heç nədə olmayıb həyatında. Heç bir uğuru yox. Heç bir dəhşət deyə. İstedadı da var, gücü də var, bacarığı da var, hər şeyi var, amma o yoxdur. Həmişə məsuliyyəti atır başqasının boynuna. Məndə günah yoxdur, mən tərtəmiz adamam. Günah səndədir. Günah səndədir. Hərəkət eləmirsənsə, hədəfin yoxdur. Elə-belə də yaşayırsan da, yox. Hədəfin olmalıdır. Bir cümlə deyim sizə, bunu xanımlara xoş gəlsin demirəm ha. Ümumiyyətlə, yəni xanım, bəy söhbətlərini yığışdırın. Xanım güclüdür, kişi güclüdür, xanım güclüdür. O söhbətlər yüngül söhbətlərdir. Xanım, bəy bir yerdə cəmiyyəti yaradırlar. Amma, mən sizə bir söz deyim. Mənim müşahidələrimə görə bəzən xanımlarda elə cəsarət görmüşəm, kişilər onu bacarmazdır. Bayaq Cavidan müəllimlə danışırdıq. Dəhşətdir. Elə uğurlu xanımlar tanıyıram, elə işlər görüblər, həyatda bütün çətinliklərə rəğmən qabağa gediblər və uğur mümkündür. İntellektual tərbiyə, yadınıza qalsın. 1. Müəllimin danışdığı necədir? Düşün, hədəfin olsun. Uyğun gəlir, gəlmir. Semestrdə imtahan verdim, 5 aldım. Bu kifayət eləmir. İndi internet dövründə yaşayırıq, əzizim. YouTube'da bir dənə vurursunuz, nə istəyirsiniz gəldi. Bütün dünyanın universitetlərinin biraz ingilis dilini bilsəz, kifayətdir. Bütün universitetlərin dərsləri YouTube'da var. Oxudum, öz məsuliyyətimi. Bilirsiniz nə qədər bərəkətlidir bu? Nə qədər, o qədər rahatlaşacaqsınız. Heç kimdən daha asılı deyiləm. Mən müstəqil insanam, mən öz məsuliyyətimi dərk edirəm, çox şükür hər ötən axşama, hər gələn sabaha şükür. Şişir çiynimdə başıma, başımda papağa şükür. Qapım döyülür deyəsən, cəlladmısan, əcəlmisən, hər kimsənsə xoş gəlmisən. Hər gələn qonağa şükür, bəh. Rahatlaşırsan, da nigaran deyilsən. Mən varam, oturacam, qapını bağlayacam otağımda, öyrənəcəm bunu, öyrənəcəm. Bizim bir dostumuz var, 6 ay dedi özümə, söz verdim, gedib ingilisini öyrənəcəm, öyrəndi də. 6 ay. Hər gün səhər, saat 5-də durdum, gedirdim, dərsimi saat 6-nın yarısında başlayırdı müəllimlə. O vaxt deyir, yaxşı vaxt deyir, insan hər şeyə qadirdir, bacarar. İndi sual. Bəzi adamlar bu prinsipi kölgə altına salmaq istəyirlər Azərbaycanda, səhvdir. Deyirlər, insan hər şeyi bacarmaz, Allahın da köməyi lazımdır. Əzizim, Allahın köməyi insanın özündən sonra gəlir. Tənbəl adama Allah heç nə eləmir, yadınızda qalsın. Əssalam. Tənbəl adama Allah heç bir möcüzə eləmir. Quranı əzbər bilirəm, ərəbcədən özdə, orijinaldan. Hələ bu günə qədər Quranda elə bir ayəyə rast gəlməmişəm ki, desin ki, heç nə eləmə, Allah sənə xeyr. İlahi qanunlar var həyatda. Birinci addımı sən at. At addımı. Ondan sonra gələcək. İntellektual tərbiyə. Bu dərs mənə savad verirmi hədəfimə uyğun? Axı, mənim hədəfim bura çatmaqdır. Yo. Bu müəllimin dərsindən qane olmadım. Dava eləyim müəllimdən, xeyr. Müəllimi təhqir eləyim, xeyr, əzizim. Niyə təhqir eləyirsən ki? Get,
Zəhmət çək, oxu.